Son bir neçə gün ərzində Ermənistan Azərbaycana qarşı yenidən təxribatlar törədir. Bu, ötən gün ərzində də erməni silahlı qüvvələrinin dron uçuşları həyata keçirməsi və atəş açması ilə müşahidə olundu. Bununla yanaşı Ermənistan Azərbaycan ordusunun qarşı tərəfə atəş açması ilə bağlı dezinformasiya da yayır. Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasının yaxınlaşdığı dövrdə təxribatların artması sualların sayını çoxaldır. Ermənistan Azərbaycanla şərti sərhəddə təxribatları davam etdirir. Müdafiə Nazirliyi xəbər verir ki, Azərbaycan ordusunun mövqələri müxtəlif istiqamətlərdən atəşə tutulub. İrəvan son bir ay ərzində hər gün təxribatları daha da intensivləşdirir. Ermənistan öz havadarları tərəfindən ona verilən dəstəkdən ruhlanaraq, aldığı silahlardan ruhlanaraq Azərbaycana qarşı təxribatını davam elətdirir və bu son günlər çox intensiv şəkil almışdır. Və bunun son zamanlar artması məhz sülh sazişinin imzalanması ilə bağlı məsələlərin gündəmə çıxması ilə oldu. Demək ki, həm Ermənistanda, həm onun havadarları arasında ciddi narahatçılıq var ki, bu məsələ sülh prosesi irəli gedə bilər və bunu istəmirlər. Şərti sərhəd təxribatlarının fonunda Ermənistan müxalifəti də fəallaşır. Revanşistlər Qarabağdan köçən ermənilərdən istifadə edərək Paşinyanın təzyiqləri artırırlar. Ermənistan müxalifəti bu prosesdə Rusiyanın dəstəyinə arxalanır. Üstəlik son bələdiyyə seçkilərində Paşinyanın partiyası Rusiya hərbi bazasının yerləşdiyi Gümrü şəhərində məğlub olub. Gümrü şəhərində də o Paşinyan artıq hakimiyyəti yitirib. Orada müxalif qüvvələr gəlib ora və bu qüvvələr aydın məsələdir ki, xarici qüvvələr tərəfindən eyni zamanda Rusiya tərəfindən dəstəklənir və səbəbi də aydındır. Səbəbi də odur ki, Paşinyan bəyan edib ki, Avropa İttifaqına bu üzv olmaq istəyir Ermənistan və bu istiqamətdə deməli addımlar atılacaq. Bu da ona cavab. Ekspertlər deyir ki, Azərbaycanla şərti sərhəddə təxribatlar və revanşistlərin fəallaşması Ermənistanın böyük güclərin toqquşma məkanına çevrildiyinə işarədir. Paşinyan həm öz hakimiyyətinin, həm də Qərbin mövqelərinin zəifləməsi ilə Rusiyada bağlı siyasətində müəyyən korrektlərə gedə bilər.